Salam müəllimlər. Sizlər üçün eyni görsənən, amma əslində iki fərqli test təqdim etmişdim. Amma rəylər bölməsinə baxdım ki, çoxu məntiqi təfəkkür götürüb. Biləsiniz ki, bu 2026-cı il MİQ çərçivəsinə əlavə olunmuş yeni təfəkkür növü ilə bağlı olan test idi. Hansı ki, həmin bu testi məntiqi təfəkkürlə qarışdırır müəllimlərin çoxu. Bu qarışdırılma baş verməsin deyənə bir məntiqi, bir də digər təfəkkür növü var ki, hansı ki, izah edəcəm. Onunla bağlı o test idi ki, paylaşdım. Bu fərqi sizə göstərmək üçün. Deməli, müəllimlər, gəlin birinci testimizə baxaq. Şagird A plus B, B plus A qaydasını anlayıb, bunu bütün ədədlər tətbiq edə bilirsə, şagirdin təfəkkürü müəyyən edin. Müəllimlər, bu məntiqi təfəkkür deyil. Yeni əlavə olunmuş abstrakt təfəkkürə aiddir. Abstrakt təfəkkürlə bəs biz məntiqi təfəkkürü necə fərqləndirəcəyik? Abstrakt təfəkkür Bloom-Dirac taksonomiyasının anlamaq mərhələsinə uyğun gəlir. Yəni, burada sadəcə anlama baş verir. Belə deyim, abstrakt təfəkkür simvol və metaforalarla işləyir, ümumiləşdirmə aparır ki, əsas da bunda simvol və metaforaları anlamaqdır. Burada görürsünüz ki, simvolik bir işarələr var. A plus B bərabərdir B plus A simvolikdir. Əgər bir şagird bunun mahiyyətini, mənasını anlayırsa, bu abstrakt təfəkkürdür. Yəni, aydın oldu mu? Anlamaq görürük orada. Amma əgər digər test nümunəmizdəki kimi şagird S bərabərdir A vuraq B düsturu ilə məsələni həll edirsə, artıq burada konkret olaraq tətbiq görürük. Bu artıq tətbiq etmə mərhələsinə aiddir, yəni məntiqi təfəkkürə aiddir. İndi bəs deyəsiniz ki, anlama mərhələsi də axı məntiqi təfəkkürə aiddir. Bəli, tamamilə doğrudur. Bloom-Dirac taksonomiyasının xatırlamaq, anlamaq, tətbiq, təhlil mərhələləri məntiqi təfəkkürə aiddir. Amma abstrakt təfəkkür sırf anlamaya əsaslanır. Bəs deyəsiniz ki, indi axı anlama mərhələsi həm məntiqi təfəkkür, həm abstrakt təfəkkür, yeni təfəkkür əlavə olunduğuna görə, yəni bu şəkildə düsturu anlamaq, mahiyyətini dərk etmək görsəniz, siz artıq məntiqi təfəkkürü yox, bunu abstrakt təfəkkür götürməlisiniz. Yeni deyirəm, bu sertifikasiya hazırlaşanlar üçün deyil, 2026-cı ildə, ola bilər bəlkə 2027-də həmin bu təfəkkür növləri sertifikasiya gedənlər də şamil edilsin, amma hələ 2026-da aid deyil, bu sırf MİQ-ə gedən müəllimlər üçündür. Siz artıq müəllimlər belə bir simvolik işarələrin mahiyyətini anlamağı gördünüzsə, siz abstrakt təfəkkür götürəsiniz. Amma bunun tətbiqini gördünüzsə, məntiqi təfəkkür götürəsiniz. Yəqin ki, aydın oldu müəllimlər. Deməli, şagird A plus B bərabərdir B plus A qaydasını anlayıb, bunu bütün ədədləri tətbiq edə bilirsə, görürsünüz ki, anlamaya əsaslandı. Demək, konseptual bilik baş verir bununla bağlı, anlayır. Bu simvolik işarələr demək ki, abstrakt düşünə bilir. Və abstrakt təfəkkür bütün elmlərə demək olar ki, vacib olan bir təfəkkür növüdür ki, inkişaf etdirmək lazımdır. Bu təfəkkür növü inkişaf etməzsə, dərin konseptual bilik baş vermir və bunu necə inkişaf elətdirməlidir müəllim sinifdə? Konseptuallaşdırılmış tapşırıqlar, simvolizm və metaforalardan istifadə etmək, ümumiləşdirmə bacarığı. Adi bir nümunə verim abstrakt təfəkkür üçün. Misal üçün, belə bir iş üsulu var ki, necə olardı əgər? Bu iş üsulda şagirdlərdə abstrakt təfəkkürü inkişaf elətdirməyə xidmət edir. Misal olaraq, səhər oyandıq, qəfil günəş partladı, necə olardı? Və yaxud da səhər oyandıq, gördün ki, dünyada internet yoxdur. Necə olardı? Və yaxud da əvvəl toyuq dünyaya gəlib, yoxsa yumurta meydana çıxıbdır. Belə bir abstrakt cavabı olmayan, abstrakt düşüncələri inkişaf elətdirən müzakirələr təşkil oluna bilər. Suallar, açıq tipli suallar verilə bilər. Hansı ki, bu abstrakt düşünməyə sövq edir. Və ən çox da simvolizm və metaforalardan istifadə edir, ümumiləşdirmə edir, induktiv mühakimə yürüdür burada şagird. Hansı bir nəticəyə gəlir? Misal üçün, müharibələr baş verir. Orada məsəl üçün iki əsgər arasında dostluq münasibəti olur. O onu oradan əsgərlikdə, necə müharibədə döyüş meydanı tək qoymur, çıxardır. Demək ki, necə demək, dostluq hər şeydən ucadır. Dostluq hər şeydən ucadır. Dostluq, ədalət, abstrakt təfəkkürü xidmət edən bir anlayışlardır. Yəni, bu kimi simvolik anlayışları gördünüzsə, şagird bunun mahiyyətini dərk edirsə, artıq demək ki, abstrakt düşünür. Yəni, dostluq sözünün, ədalət sözünün, necə deyim, mənasını, mahiyyətini dərk edirsə şagird, demək ki, abstrakt düşünür. Ümid edirəm ki, müəllimlər izah edə bildim.